müştehid olsun. Elə tükançı da din saxlasa saxlar. Tükançı da, alverçi də din saxlasa saxlar. Sürücü də din saxlasa saxlar. Bu Meysəm bir kişiydi. Elə dinin saxladı. Çoxları dünyaların əldən verməkdən ötürü dinlərini satdılar. Meysəm xurma satmağına. Hətta 50 il ondan sonra, nəzdik 50 il ondan sonra Meysəmin getdilər, ağzından dilin kəstilər ki, yəni haqdan əl çəkmədi. Bu bizə örgədir ki, insan əgər dünya məhəbbət ürəyində olmasa, sən də haqqında alısızaq gedərsən. Odur ki, qoymadılar. Burada Beytül-Əhzandır. Beytül-Əhzan o yerdir ki, Beytül-Əhzan o yerdir ki, Fatimə-i Zəhra salamullahi aleyha Peyğəmbərimiz həyatını dəyişəndən sonra evdə çox ağlırdı. Qonşular Həzrəti Zəhranın səsini eşidiblər. Ay xanım, axı niyə bir belə ağlısan? Bu cürdə ki, qonşuları incidə. Xanım hiss elədi ki, qonşuları şahid xanımın ağlamağından bir acızana ürəkləri narahat ola, istəmədi qonşular da narahat olsun. Xanım gəldi Bəği qəbristanına. Bəği qəbristanında Həzrət bir qarğad ağacının dibində ağlardı. Əmsi Həmzəni yad elərdi, Peyğəmbəri yad elərdi. Ata, səndən sonra dünya mənə qaranlıqdır. Və bir qızıdır, qardaş yox. O hürmətini də saxlamadılar. Amma heyf olsun ki, gənə də hürmətini saxlamadılar. Gəldilər, o ağacı kəstilər. Ağac qurudu. Əmir əl-Möminin burada əm qızı, Mədinənin isti günü. Burada əm qızı, uşaqların niyə üzləri qızarıbdır? Dedi, əmoğlu, o ağacın kölgəsindəki biz gedib orada oturub danışardın. Ürəyimi boşaldardım, heç kəs yoxdur, ağacı kəstilər. Əmir əl-Möminin gəldi, bir kölgəni əhdürüst elədi ki, adına deyirlər Beytül-Əhzan. Əm qızı, bindən gələ gedin, orada otur günən ağla, qoy gün sənə balalarıma əziyyət eləməsin. Amma heyf olsun, gəldilər, onu da uçurtdular. Həzrəti Zeynəbin bir sözü var, Yazidə buyurdu, belə bizi yırtmayıbsan ki, özünü yırtıbsan. Onlar Əli evini uçurtmadılar, bəşəriyyət evini uçurtdular. İnsaniyyəti yandırdılar, hürmətləri sındırdılar. İnsanların şərafətlərini istədilər sındırsınlar. Odur ki, onlar tək Əli ibn Əbi Talibə yox, bəşəriyyətə və insaniyyətə zülm eləyiblər. Allahdan istəyirəm, sizdir bizdə hamılarımızı, əlhəmdülillah, o cür ki, Əhl-i Beyt yolundasınız. Bundan artıq inşallah Əhl-i Beytin yolunda olanlardan olaq və bunu da bilən ki, bu dünyanın ömrü azdır. Amma haq işlərin işi həmişə sazdır, qorxmayın. Adamın ömrü az da olsa dəyərli bir ömür olar. Bir xanım da 18 il həyat sahibi olub. Amma dünya boyu cəmaatın boynunda haqqı var və insanların həyatın cənnətə döndərmək üçün həyatın Allah yolunda veribdir. Əssəlamu aleykum ya əhlə beytin nübuvvə. Bəli, bəşər torpaqdan yaranır. Torpağa qayıdacaq bizim bu cismimiz. Amma ruhumuz Allahdandır və nəfəxtü fihi min ruhi. Peyğəmbərlər gəliblə bizə deyərlər, əgər sözə baxsınız, sizin ruhunuz ilahi bir ruh olar. Heyvaniyyət ruhundan ayrılanar. Torpaqda da yazsınız, ilahi ruhunuz olsa, Kəbə torpaqdandır, amma hamı gələr onun başına dolanar. Ruhun ilahi olsa, torpaqda da yazsın, səni gəlib əxtərərlər. Qəbristan-ı Bəğidir. O qəbristan ki, qəmi çoxdur, sözü çoxdur. Heyf olsun. Bu qəbri ağa İmam Həsən Müştəba aleyhissalamın qəbridir. İmam Səccad ağanın qəbridir. İmam Baqir ağanın qəbridir. İmam Sadiq ağanın qəbridir. Əbbas Peyğəmbərin əmisinin qəbridir. O qəbridə Fatimə binti Əsəddir. Həzrəti Əli aleyhissalamın anası Bəğidə. Və burada da bir qəbr var, bu da Ümmülbəninin qəbridir. Həzrət Əbəlfəzl əleyhissalamın anası, Allah biloza ruz eləsin. Bəği qapısı ki, açılır, içəri girsən, sağ tərəfdə 4 imamımızın qəbridir. İmamlarımızın qəbrindən o yana Fatimə binti Əsədin, Əbbas, Peyğəmbərin əmisinin və bu qapının sol tərəfində də qapının dalında Ümmülbəninin qəbridir. Peyğəmbərin oğlu İbrahimin qəbridir. Fatimə binti Əsədin qəbrinə deyirlər ki, əhl-i sünnət. Deyirlər, Fatimə-i Zəhranın biri dəst deyir, qəbridir, biri dəst deyir, yox. Fatimə-i Zəhranın qəbri məlum deyil. Bu iki biz gərik Bəğiyə, salam veririk o 4 imama. İstirik deyək ki, əgər Həzrəti Əlinin qapısının hürmətini saxlasaydılar, sizin də hürmətini saxlardılar. 180 il ya 90 il bundan qabağa sax, onların günbəd barqahları var idi. Peyğəmbərin zamanından o qəbirlərə hürmət saxlayıblar. Amma heyf olsun ki,
Vəhabiyyət fikri bais oldu ki, onların gümbət bargahlarını uçurtdular. Hətta onlar deyiblər, əgər imkanı olsa, biz Peyğəmbərin də gümbət bargahını uçurdarıq. Hətta Allahın evini deyiblər, biz uçurdarıq. Əlimizdə güc olsa. Çünki bunlar hamısı məzhəri şirk idi. Ey bəği, bəğiyə xəstə gəlmişəm. Tu qəbrin üstə gəlmişəm. Amma biz demir ki, Həzrəti Zəhranın qəbri bəğidədir. Bəği bir yerdir ki, insan oradakı dayanır. Orada İmam Həsən Müştəbəyə deyir ki, ağa, sən vardın o gecə anovu dəfn eləyəndə, anovu harada dəfn elədi? Bəği o yerdir ki, insanın ürəyi dərdə gəlir. İmam Səccad əleyhissalama, ağa, sənin ürəyin doludur qəmlərlə, sənin aton qərib öldü, əllərdə öldü. Ağa, sən əgər gördün Bibun Zeynəbin qapısı yandı, anon Zəhra-i Mərziyənin qapısı yanmasaydı, onun da qapısı yanmazdı. Ey dertlere derman eden Yabnel Hasan, Yabnel Hasan. Ey dertlere derman eden Yabnel Hasan, Yabnel Hasan. Ay alemi ceryan eden Yabnel Hasan, Yabnel Hasan, Yabnel Hasan, Yabnel Hasan. Zəhra anın gözler seni, Zəhra anın gözler seni. Başlar ürəkdən şeyvəni, gəldindir oğlum sən məni. Yabnel Hasan, Yabnel Hasan, Yabnel Hasan, Yabnel Hasan. Allah hamıza ruzi eləsin.